Bir çox insanlarda tənbəllik və işi sonraya atmaq xüsusiyyəti var. Bu insan öz hədəflərinə gedəcək yolda addımlaya bilmir. Nəyə görə addımlaya bilmir? Tənbəldir, motivasiyası yoxdur, sonra eləyərəm deyir. Bunlar iradəsiz insanlardır. Belə insanlar həyatda həqiqətən də ciddi bir nailiyyətə gəlib çıxa bilmirlər. Mən nailiyyət deyəndə yalnız karyeranı nəzərdə tutmuram da. Gözəl ailə sahibi olmaq o özü də böyük bir nailiyyətdir. Yalnız burada maddi düşünmək lazım deyil. Ailədə uğur da iradədən qaynaqlanır. Nəyə görə? Çünki ailədə bəzən olur ki, sən nəyəsə səbr eləməlisən. Bəzən ailədə nəyəsə çalışmalısan, bəzən nədənsə keçməlisən. Bax, burada bir güclü iradə lazımdır ki, istər qadın tərəfdən, istər kişi, istərsə də övlad tərəfdən. Sən gözəl ailəni qoruyasan. Bəzən sual verirlər xoşbəxtlik barəsində. Mən deyirəm ki, xoşbəxtlik öyrədilən bir şeydir. Yəni, xoşbəxtlik hansısa bir mövsüm deyil də sən gözləyəsən, görəsən ki, sən xoşbəxt ol. Və yaxud da xoşbəxtlik hansısa sənə gələcək bir məktub da deyil. Sən gözləyirsən, o məktub gəlir və sən doğrudan görürsən ki, həyatında o xoşbəxtliyi hiss edirsən. Xoşbəxtlik öyrədilən bir şeydir və xoşbəxtliyi sən qurursan. İradəsi zəif olan insanlar adətən bu ciddi problemlərlə qarşılaşırlar. Ailəsində qarşılaşırlar, işində qarşılaşırlar, dostlarla ünsiyyətdə qarşılaşırlar. Deməli, o iradə və o qaydalara sahib olmaq və nizam-intizamlı həyat insanın həyatının bütün sahələrinə gözəllik gətirir, xaos dağıdır. Nizam-intizam isə oranı daha bərəkətli eləyir, daha gözəl eləyir.